Elm və Təhsil naziri Emin Əmrullayev və onun sələfi keçmiş təhsil naziri Misir Mərdanovun təhsil naziri olduğu dövrlərin müqayisəsi cəmiyyətimizdə ən çox müzakirə olunan məsələlərdən biridir. Bu da təbiidir, çünki hər birimiz, hər bir vətəndaş bu və ya digər formada təhsil prosesinin iştirakçısıdır. Kimisi müəllimdir, kimisi tələbə, şagirddir, kimisinin uşaqları məktəbə gedir. Buna görə də bütün bu məsələləri nəzərə alaraq qeyd etmək lazımdır ki, təhsil ölkədə ən çox müzakirə olunan məsələlərdən biridir. Və biz ölkənin ən böyük elm və təhsil kanalı olaraq mən bu məsələlərə hər zaman diqqət yetirirəm və baxıram ki, cəmiyyətimizdə müşahidələrim onu göstərir ki, cəmiyyətimizdə insanlar sanki iki qrupa bölünür. Birinci qrup əsasən konservativ yanaşmanın tərəfdarları olan və Sovet təhsilini dəstəkləyən, Misir Mərdanovun təhsil naziri olduğu dövrləri daha yaxşı hesab edən, yəni o təhsil sisteminin, əvvəlki təhsil sisteminin bugünkündən daha yaxşı olduğunu irəli sürən, bəzi hallarda Sovet ideologiyalı insanlardır. İkinci qrup insanlar isə əsasən yenilikçi, müasir yanaşmalara, innovativ yanaşmalara üstünlük verən və hal-hazırki təhsil naziri Emin Əmrullayevin fəaliyyətini dəstəkləyən qrupdur. Mən bugün sizə keçmiş nazir Misir Mərdanovun qısa bir müsahibəsini təqdim edəcəm. Çox maraqlı müsahibədir və mən düşünürəm ki, bu müsahibə Misir müəllim burada səmimi olaraq öz fikirlərini bildirir və burada Misir müəllimə bu səmimi fikirlərinə görə öz təşəkkürümü bildirmək istəyirəm. Müsahibəyə keçməzdən əvvəl mən özümün şəxsi fikrimi bildirmək istərdim ki, mən bugün Elm və Təhsil naziri Emin Əmrullayevin həyata keçirdiyi siyasəti dəstəkləyirəm. Düzdür, bəzi məsələlərdə fikir ayrılıqları var və dəfələrlə demişəm, hətta cənab nazirin özünə də, müavinlərinə də görüşlərimiz zamanı harada narazı olduğu məqamlar var, onlara çalışmışam çatdırım. Mən dəstəkləyirəm ona görə ki, bugün elm və təhsil sahəsində baş verən islahatları, müsbət dəyişiklikləri görməmək mümkün deyil. Sadəcə bir məqam var ki, bəzi hallarda biz düşünürük ki, əgər elm və təhsil sahəsində bugün islahat keçirilirsə, biz bunu dərhal sabah nəticəsini görməliyik. Amma bu belə deyil. Sizə qısa bir xatırlatma edim. Emin Əmrullayev ilk dəfə nazir seçildikdən sonra ilk müsahibəsində, Şahinlə Real TV-də müsahibəsində orada sual verdi. Sual təxminən məğzi belə idi ki, bizim təhsil sistemimizin istənilən səviyyəyə gəlməsi üçün, arzuladığımız keyfiyyətə sahib olması üçün nə qədər zaman lazımdır? Orada cənab nazir qeyd etdi ki, təhsil sahəsi elə bir sahədir ki, burada əkilən ağacın bar verməsi uzun müddət çəkir və düşünürəm ki, ümumiyyətlə mən özüm də elm və təhsil sahəsində araşdırmalarım zamanı, ümumiyyətlə George Washington Universitetində oxuduğumuz zaman Sinqapur təhsilini, Finlandiya təhsilini, Cənubi Koreya, Yaponiya, ABŞ təhsilini biz analiz edərkən görürük ki, burada baş verən islahatlar təxminən 30-40 il, bəzi hallarda daha uzun müddət çəkir.